aid deyil. Belə olacaq suallar. Yəni bu sualları oxuduqca artıq elə bir növ sadəcə sanki mövzunu oxumuş oluruq. Yadımızda qalır da Düz, belə. bəli, 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 düz. Zərifə müəllim, açıq oxu. Oxuyun. A. Şagirdin hərəkəti təhlil etmək, dərk etmək qabiliyyətindən. Aha, bəli. B. Hərəki analizatorların fəaliyyətindən. Aiddir. Aha. C. Hərəkətin koordinasiya çətinliyindən. D. Digər hərəki qabiliyyətin sürət, bəq, inkişaf səviyyəsindən. E. Şagirdin ağciyərinin həyat tutumundan. Bunlar dördü müəllim çevikliyə aiddir, amma E bəndə aid deyil. Şagirdin ağciyərinin dözümlülük hərəki qabiliyyətlə bağlıdır. Qarşıda keçdiyimiz mövzu biləcəyik. Ağciyərlərin həyat tutumundan bu dözümlü hərəki qabiliyyətindən bəhs olunur. Aha. İkinci sualı da oxuyun. Oxuyun müəllim mən, ikinci sual. İki oxuyacaq müəllimə. İki sual. Zərifə müəllimə. Oxuyun. Bəli. Çeviklik hərəki qabiliyyəti hansı hərəki qabiliyyət ilə sıx bağlıdır? A. Sürət, sürət güc, əlgənlik. B. Sürət güc, əlgənlik, qüvvə. C. Bəq, qüvvə, dözümlülük. D. Əlgənlik, sürət güc. E. Qüvvə, sürət. Burada A bəndidir. Sürət, sürət güc, əlgənlik. Bəli. Çeviklik hərəki qabiliyyətinin sıx bağlıdır bu qabiliyyətlərlə. Təşəkkür Sıx əlaqədir. Təşəkkür edirəm. Buyurun müəllim, üçüncü sualı siz oxuyun. Bəli, oxuyun bu dəqiqə. Çeviklik hərəki qabiliyyətinin inkişafı üçün tövsiyə olunan resurslara aid olmayan variantı seçin. Fərdi, cütlüklə, qrupla müvazinət hərəkətləri. B. İdman oyun növlərinin elementlərindən ibarət estafetlər, oyunlar, yarışlar. C. İdman oyunları, futbol, handbol, voleybol, basketbol. D. Xüsusi seçilmiş hərəkətlər. Y. Müxtəlif çıxış vəziyyətlərindən startlar, oyunlar, yarışlar. Mənə elə gəlir ki, burada D variantıdır, Fəxri müəllim. Xüsusi seçilmiş hərəkətlər. Niyə elə deyirsiniz? Gəlin izah verək. Deməli, fərdi, cütlüklərlə, qrupla müvazinət hərəkətləri, bunlar çevikliyi inkişaf etdirən, yəni resurslara daxildir. İdman oyunları növləri, yəni oyun növlərinin elementlərindən ibarət estafetlər, oyunlar, yarışlar, bəli, bu da aiddir. Yəni deyək ki, məsələn, handbol, badminton, futbol, basketbol, nəsə istənilən. Və yaxud da ki, konkretləşdiririz variantını. İdman oyunları, futbol, handbol, voleybol, basketbol və s. olsun, bəli, daxildir. Xüsusi seçilmiş hərəkətlər. Yəni xüsusi seçilmiş hərəkətlər də çevikliyi inkişaf elətdirə bilər də. Yəni adından konkret olaraq ad çəkmədi də burada. Burada ümumi olaraq deyir ki, xüsusi seçilmiş hərəkətlərlə çevikliyi inkişaf elətdirə bilərik, elətdirə bilərik də. Yəni konkret ad çəkmir ki, hansı hərəkət deyək ki, yox bu deyil. Amma Y variantında deyir, müxtəlif çıxış vəziyyətlərindən startlar, oyunlar. Biz bunu sürət hərəki qabiliyyət keçəndə oxumuşduq ki, bu hərəkətin reaksiya tezliyinə aiddir. Bəli, bu hərəkətin reaksiya, sürətin tərkib komponentindən olan hərəkətin reaksiya tezliyinə aiddir. Bu çevikliklə bağlı deyil. Müxtəlif çıxış. Start göstərir də müəllim. Burada artıq startlar göstərir. Bəli, oyunlar, yəni startlar da deyildi ki, bu nədir? Hərəkətin reaksiya tezliyidir. Dördüncü sualda oxuyaq. Çeviklik hərəki qabiliyyətinin tərkib komponentlərinə daxildir. Tərkib komponentləri 3-dür də, bəli. Koordinasiyadır, hərəkətin icra çətinliyidir, bir də hərəkətin icrasına sərf olunan vaxtdır. Bəli, əla da saydınız. Yəni B variantı 1, 2, 3. Bəli. Əla. Təşəkkür edirəm müəllim. Tural müəllim, 5-ci oxuyun. Bəli olsun. Yanlış fikri müəyyənləşdirin. A variantı. Hərəkətin koordinasiya çətinliyi, bacarığı şagirdlərdə gövdə və ətrafların fəzada yerləşməsi vəziyyətinə nəzarətin həyata keçirilməsi ilə formalaşır. Bu düzdür. Çeviklik hərəkət qabiliyyəti yeni hərəkəti tez, asan mənimsəmək, hərəkət fəaliyyətinin dəyişən şəraitin tələblərinə müvafiq qurmaq və həmişə optimal həlli variantını tapmaq qabiliyyətidir. Bu da doğrudur müəllim. Topun səbətə atılması, topun qapıya vurulması kimi elementlər hərəkətin icra dəqiqliyinə aiddir. Burada da dəqiq koordinasiya göstərir, dəqiq göstərir, bu da doğrudur. Hərəkətin reaksiya tezliyi
orqanizmin sezici, yəni hiss edici reaksiyasıdır. Sadə və mürəkkəb ola bilər. Hərəkətin icrasına sərf olunan vaxt komponentinə daxildir. Bir də mən sonuncunu da oxuyum. Aha. Düz xəttli hərəkət zamanı əvvəlcədən müəyyən olunmuş yerdə dayanaraq dönmə, fırlanma icra edilir və yenidən düz xəttli hərəkət davam etdirilir. Hərəkətlərin koordinasiyası. Bu da düzdür, mənim D variantı səhvdir. Ha, niyə səhv onu deyin? Burada reaksiya tezliyindən gedir də söhbət müəllim. Əla. Burada hər hansı bir çətinlik, hər hansı bir hərəkətin müxtəlif icrasını göstərmir. Sadəcə hərəkətin reaksiya tezliyindən Əla, gedir. Orqanizmin əla. sezici, Hərəkətin yəni reaksiya sezici reaksiyası. Cümlə olaraq doğru cümlədir. Fikir doğrudur ki, hərəkətin reaksiya tezliyi orqanizmin sezici, yəni hiss edici reaksiyasıdır. Qəşəng, doğru. Sadə və mürəkkəb ola bilər. Bəli, dedik sadə hərəkətlər var, mürəkkəblər var. Sadələrə dedik ki, əvvəlcədən verilən, fitə verilən deyək ki, reaksiya, gözlənilən siqnala reaksiya. Mürəkkəbə də dedik, gözlənilmədən gələn siqnala reaksiya. Amma sonda deyir ki, axırda işləri korlayırlar, deyir, bunlar nədir? Hərəkətin icrasına sərf olunan vaxtın komponentidir. Xeyr, bunlar hərəkətin sürət hərəkət qabiliyyətinin komponentləri ilə bağlıdır. Düzdür. Yəni hərəkətin reaksiya tezliyi. Əla. 6-cı sual. Qolu, qıçı, gövdəni 45-90 dərəcə, 45 dərəcə, 90 dərəcə əyib saxlamaq, gözü bağlı hərəkətlər hansı hərəkət qabiliyyətinin inkişafından bəhs olunur? Bu da mənim bayaq dediyimiz kimi çevikliyə aiddir da. Statik hərəkətlərdir, statik müvazinətdir, çeviklik hərəkət qabiliyyəti. Təşəkkürlər Turan müəllim. Yaşar müəllim, 7-ci sualı siz oxuyun. Oldu mənim. Çeviklik hərəkət qabiliyyətinin daha çox hansı funksional sistemlərlə əlaqəsi var? Aha. Ha, bu söz desən demədim. Səhv eləmirəmsə bayaq izahda. Amma yəni izah olaraq demişdim də, yox deyin. İzah olaraq demişdim, yəni konkret sadalamadım. Aha, hansılarına olar sizcə? Yəni məntiqlə cavab verin görüm. Çeviklik hərəkət qabiliyyətinin daha çox hansı funksional sistemlərlə əlaqəsi var? Mərkəzi sinir sistemi, əzələ sistemi, əzələ bağ aparatı, oynaqların mütəhərrikliyi, mərkəzi sinir sistemi, bu əlgənliyə aiddir. Bəli. Dayaq hərəkət aparatı, qüvvə, ürək damar sistemi, tənəffüs sistemi, ürək damar sistemi, dayaq hərəkət aparatı, əzələ sistemi, dayaq hərəkət aparatı, ürək damar sistemi. Müəllim, burada mən A ilə D variantı arasında qalmışam. Aha. Mərkəzi sinir sistemi, əzələ A variantı daha uyğun gəlir. Mərkəzi sinir sistemi və əzələ sistemi. Ümumiyyətlə, yəni biz mən də elə əsasən müəllim belə üzr istəyirəm, onu götürmüşdüm. Çünki o biraz tam oxşar oldu. Çünki mərkəzi sinir sistemi, əzələ sistemi. Bəli. Bir də dayaq hərəkət C variantında düzdür. Dayaq hərəkət aparatı var. Bu bədənin əlmə qabiliyyətinin aparatı adətən deyildi ki, bədənin əyilgənlik qabiliyyətində var, dözümlükdə var idi, sürətdə var idi, bunlar var idi. Amma çeviklik bəli. Yalnız mərkəzi sinir sistemi və əzələ sistemi. Mən bir də bu ürək damar sistemi yəqin ki, növbəti dərslərimizə aiddir. Bunu keçməmişik. Bəli, sürət gücdə var idi. Qarşıda gedəcək dözümlük hərəkət qabiliyyətində var. Ürək damar sistemi. Və-də də var. Bəli, bəli. 8 oxuyun müəllim. 8-də oxuyun. Hansı yaş aralığı çevikliyin inkişafı üçün əlverişli yaş dövrü kimi götürülür? Deməli, müəllim, 6-12 əyilgənlikdir. 10-14 surətdir. 9-13 olmalıdır çeviklik. Bəli, çeviklik hərəkət qabiliyyəti. 12-18-də dözümlülük olmalıdır. Qüvvə hərəkət. Səhv eləmirəm. Qüvvə. Qüvvədə 18 deyirik. O dözümlülükdə deyirik ki, 11 yaş və daha böyük artıq olacaq dözümlülük qabiliyyəti. Burada variant A-dır müəllim, 9-13 yaş. Çünki 6 ilə 12-ni dəqiq bilirdim əyilgənlikdir, 10-14-də surətdir. Bəzi, bir söz deyim sizə, bəzən ola bilər, indi kənarı videolar izləyirsinizsə müəllimlər, orada görə bilərsiniz ki, hansısa bir müəllim deyər ki, 7-12 yaş aralığındadır.
metodik vəsaitə görə 9-13 yaşında, yəni hansısa hardansa kopyalayıb o sözü demək, sonra onun açıqlamasını vermək lazımdır ki, nəyə əsasən dedim bunu 7-12 yaş, onu verə bilməyəcəklər yəqin ki, o müəllimlər. Metodik vəsaitə görə 9-13 yaş, əlverişli yaş dövrü. Məsələn, o gün bir video çıxmışdı, biraz üstəlik mövzudan kənara çıxıram. YouTube'da qarşıma bir video çıxdı. Müəllim biri deyir ki, sədlərlə qaçış sürət güc hərəki qabiliyyətini inkişaf etdirir. Sədlərlə və açıqlama vermir. Sadəcə elə deyir ki, hə, burada doğru cavab B variantı. Sədlərlə qaçış sürət gücü inkişaf etdirir. Amma niyə əsasən, niyə sürət güc deyir, onu açıqlama verə bilmir. Bəlkə də, yəni verə bilsəydi deyərdi. Amma mən də deyirəm ki, sədlərlə qaçış sürət hərəki qabiliyyətini. Daha dəqiqinə geçsək komponent olaraq maksimal sürəti inkişaf etdirir. Yəni məqsəd hədəfə tez çatmaqdır. Məqsəd hərəki fəaliyyəti mümkün qədər qısa vaxtda. Fəxri müəllim, üzr istəyirəm. Bax, o sual mənim də qarşıma çıxdı. Yaxşı vurğuladınız. O sualın ətrafında mən də fikirləşirəm. Bəziləri götürür ki, sədlər varsa, bu deyir, səddin üstündən tullanırsan. Bu sürət gücdür. Siz dediyiniz kimi. Deyir ki, burada bu səddin üstündən tullandın, sürət güc götürür. Bəziləri də deyir ki, sürətdir. Bax, indi onu açıqlamasını deyim. Bir daha da üstündən keçək. Deməli, niyə sürətdir? Niyə sürət güc deyil? Çünki burada vaxt nəzərə alınır. Sürət hərəki qabiliyyətinin tərifini yadımıza salaq, mümkün qədər qısa vaxt ərzində elementin, hərəki fəaliyyətin və s. başa çatdırılması, düzdür? Yəni, burada vaxt nəzərə alınır. Sədlərlə qaçış, bilirik ki, atletika bölməsini keçəndə dəqiq öyrənəcəksiniz, əlbəttə. 100 metr, 110 metr, 200 metr məsafə və 400 metr məsafə. Yəni, 400 metr məsafə. Biz baxırıq ki, bu nədir? Sprint qaçışlara aiddir. Qısa məsafəyə qaçışdır və sprint qaçışdır. Sürət nəzərə alınır, vaxt nəzərə alınaraq qaçışdır. Yəni, məqsəd o sədlərin üstündən sürətlə tullanıb qaçmaq, hədəfə tez çatmaqdan ibarətdir. Yəni, məqsəd bundan ibarətdir. Ona görə ki, bu maksimal sürəti inkişaf etdirər. Yəni, sürətli qaçmalıdır idmançı. Hansısa sədlərin üstündən tullanıb qaçaraq etsin və yaxud da ki, sədd olmasın, qaçsın, maksimal sürət, hədəf var ki, yarışdır deyək ki, 8 nəfərdir və bu sürətlə qaçıb hansısa bir vaxt ərzində çatmalıdır ki, birinci olsun, qalib gəlsin. Bu element, bunu da qoyaq. Deyirik ki, sürət hərəki qabiliyyətinin bağlı olduğu hərəki qabiliyyətlər var da, müəllimlər. Deyirik ki, məsələn, bu gün dedik ya, çeviklikdə sürət, güc, əyilgənlik və s. bunlar olmalıdır ki, çevikliyi inkişaf elətdirək. Eyni zamanda sürət hərəki qabiliyyətində də deyirik də bu sözü. Demirdikmi, sürət hərəki qabiliyyəti, sürət, güc, qüvvət, çeviklik hərəki qabiliyyəti ilə sıx bağlıdır. Yəni, sürət gücün tərkibindəki komponentlər, elementlər, orada istifadə olunan o resurslar, bura da daxildir. Sadəcə biz nə edirik? Düşünürük ki, məntiqimiz var da ən azından. Məntiqlə baxırıq ki, burada məsafə, məqsəd tullanmaqdan ibarət deyil də, yəni. Məqsəd qaçmaqdır, sürətli qaçmaqdır, sədləri keçib hədəfə tez çatmaqdır. Məqsəd o deyil ki, qaçacam, qaçaraq uzunluğa tullanacam və salam, mənim işim bitdi. Məqsəd bu tullanmaq deyil. Məqsəd sürətli qaçıb, sədləri keçib, sürətli qaçıb hədəfə çatmaqdır. Fikrimi izah edə bilməm. Buna görə maksimal sürət. Əla. Bu sualın ətrafında ilə biz də fikirləşib qalmışdıq, aydındır. Əla. 9-cu sual Hacıbaba müəllim buradadırmı? Bəli, buradayım. Hacıbaba müəllim, 9-cu sual çətin sual sizə düşdü. Buyurun. Hə, deməli bu 10 sualdan 9-un yazmışam. Bir dənə bu 9-un bir dənə. Görürsünüz, məndə də bu olur da, müəllimlərdə deyirlər də, olur da bu his məsələsi düşünə bilirəm. Aha, buyurun. Hə, sizdə yüzdüdür. Aşağıdakı fikirlərdən biri yanlışdır. Aha. Deməli, A variantı sinir koordinasiyası, əsrə gərginliyi ilə əlaqədar hərəkətlərin idarə olunmasında olan sinir proseslərinin nizamlanmasıdır. Düz fikirdir, yoxsa yanlış fikirdir sizə? Bayaq demişdik bunu. Sinirlə bağlı sinir prosesinin nizamlanması, sinir koordinasiyası. Məncə düzdür bu. Bəli, düz fikirdir, düzgün fikirdir. Sonra?
Davam edək. B. Əzələ koordinasiyası. Əzələ gərginliyinin nizamlanmasının bədənin digər hissələrinə ötürülməsidir. Bayaq dedik bunu. Düzdür? Yəni bu yükün, ümumiyyətlə bu gərginliyin, mən yük dedim ünvanında. Bu yükün, bu gərginliyin digər hissələrə, digər əzələlərə ötürülməsi. Ötürülməsidir. Əzələrin Bu koordinatı da bölüşdürülür. bu da deyil, bu da düzdür. Bəli, doğru. Düzdür. Sonra. Düzdür. Hərəkət koordinasiyası. Hı-hı. Zaman və məkanda bədənin hərəki fəaliyyətinin nizamlanmasıdır. Hı-hı. Koordinasiyası. Hı-hı. İndi bu ümumi burada qısa olaraq yazmışam da zaman və məkanda. Bayaq nümunə kimi də çəkdim məktəbdə. Məsələn, oyunda, hansısa bir oyunda, zamanda və yaxud məkanda. Yəni burada bu belə şeyləri sadəcə başa düşsə yetir də, yəni. Zaman və məkanda indi burada konkret olaraq yazmadım da. Bu da doğrudur. Bu da doğrudur. Fəaliyyətin nizamlanması. Aha. Bəli. Deməli D variantı. Müvazinət əsasən hər hansı bir hərəkətin icrası zamanı sabitliyin və tarazlığın qorunmasıdır. Bəli, bu da doğrudur. Bəli. Müvazinət qorunması tarazlığın. Aha. Y variant. Belə çıxır ki, səhv variant Y variantı olacaq. Deməli dinamik müvazinət. Hə, buyurun. Dinamik müvazinət hərəkətlərin çətinləşdirilməsi və şagirdlərin psixofunksional vəziyyətlərinin dəyişdirilməsi, məsələn, hərəkətin mütəhərrik dayaqda və ya gözü bağlı icrası ilə inkişaf etdirilir. Aha. Yanlış fikirdir, yoxsa doğru fikirdir bu? Bu yanlışdır da yaxın. Yəqin yox. Niyə? Niyə yəqin? Yəqin deyil. Niyə yəqin? Biz axı deyildik ki, bu statik dinamik müvazinət olmur axı. Bəli. Deyildik ki, hərəkətlərin çətinləşdirilmiş vəziyyətdə saxlanılması, vəziyyətlərin psixofunksional vəziyyətin dəyişdirilməsi və yaxud da gözü bağlı hərəkətlər və s. Biz bunları dedik ki, bunlar statik müvazinətdir. Bəli. Müvazinət deyil. Ona görə bu variant yanlışdır. Yanlışdır. Fikir dinamik. 10-cu sual. Biri çeviklik hərəkət qabiliyyəti ilə bağlı resurslara aid deyil. Deməli, topla yer dəyişmələr, estafetlər, oyunlar. Aiddir. Bəli, aiddir. Bizə aid olmayan lazımdır. Bəli. Aha. O aiddir. B. İstiqaməti dəyişməklə qaçışlar. Bu da aiddir. Bəli. Sürəti və istiqaməti dəyişməklə süni və təbii maneələri keçməklə qaçışlar. Deməli, bu da aiddir. Mən elə bilirəm. Bəli. D variantı. Topla və topsuz məhkik qaçışlar. Bu da aiddir. Topla və topsuz məhkik qaçış. Məhkik varsa demək aiddir. Bəli, aiddir. Y variantı. Müxtəlif hündürlüklü və müəyyən məsafələrdə qoyulmuş maneələr üzərindən sıçrayışla yarışlar, oyunlar. Bu deməli sürətə aiddir. Sürətə yoxsa? Sürət gücə. Sürət gücə. Bəli. Sürət. Bəli, bu sürət gücdür. Sıçrayış sözü bu. Aha. Deməli, bax bu sualın üzərindən bir daha o dediyim mövzunun üstündən bir daha keçək. Bax, məsələn, C variantında deyir, sürəti və istiqamət dəyişməklə, süni və təbii maneələri keçməklə qaçış. Onda elə biz maneədir də, yəni. Götürək ki, bu çeviklikdir, yəni o da səddin özdə bir maneə sayılır da, düzdür. Amma burada məsələ hədəfə birinci çatmaq deyil. Deyir ki, sürəti, istiqaməti dəyişmək, bizi yönləndirir başqa istiqamətə. Deyir ki, sürəti dəyişmək, çeviklik. Zigzag. Bəli.
Məsələn, ziqzaq qaçış. Bəli, ziqzaq qaçış. Hərəkətin koordinasiya çətinliyinə yönləndirir bizi. Koordinasiya çətinliyinə, çətin elementin icrasına yönləndirir bizi. İstiqaməti dəyişməklə, maneələri keçməklə qaçış. Hələ qaçış sözü var deyə götürməyək ki bunu. Sürət, hərəkət qabiliyyəti. Xeyr. Bəli. Bizi yönləndirir axı bu istiqamətə. Dediyim kimi hərəkətin koordinasiya çətinliyinə. Və yaxud da ki, Y variantında deyir ki, müxtəlif hündürlüklü və müəyyən məsafələrdə qoyulmuş maneələr üzərində sıraişlar, yarışlar, oyunlar. Aha, deməli, burada da hansısa bir maneələr var. Onların üzərindən sıraişlar var, yarışlar, oyunlar. Bu sürət güc hərəkət qabiliyyətidir. Niyə sürət güc hərəkət qabiliyyətidir? Yəni, niyə sürət deyil və yaxud da ki, niyə çeviklik deyil? Çünki burada vaxt vahidi, zaman nəzərə alınmayacaq. Çünki burada məsafə dəqiqliyi göstərilməyib, müəyyən məsafələrdir. Yəni, mənə göstərmir, demir ki, konkret olaraq bu sprint qaçışlara aid olan məsafədir. Məsələn, maneələrlə qaçış. Atletika bölməsindən bildiyimiz maneələrlə qaçış. Bilir ki, 3000 metr məsafədə maneələrlə qaçış, müxtəlif maneələri keçməklə qaçışlardır, yarışlardır. Düzdür. Burada biz bunu sürət hərəkət qabiliyyətini götürək. Sürət hərəkət qabiliyyətini inkişaf etdirən və yaxud da ki, element kimi götürəkmi? Xeyr. Çünki burada məsafəyə artıq baxırıq ki, burada qısa məsafədən söhbət getmir. 3000 maneələrlə qaçış, 3000 metr məsafəyə qaçışdan söhbət gedir və müxtəlif maneələrin üzərindən sıçrayışa bizi yönləndirir. O elementləri tullanmaya, yəni bizi istiqamətləndirir ki, burada tullanma elementi var, burada sıçrayışlar var, müxtəlif yəni maneələr var. Söhbət burada, yəni artıq görürük ki, düşüncə olaraq baxırıq ki, burada tullanmaqdan, sıçrayışdan bu istiqamətə aparır bizi. Yarışlar və yaxud da oyunlar bu istiqamətdədir. Ona görə bunu sürət hərəkət qabiliyyəti və yaxud da ki, çeviklik hərəkət qabiliyyəti kimi götürmürük. Dözümlülük deməli. Sürət güc hərəkət qabiliyyətidir. Sürət güc hərəkət. Yox, 3000 metr məsafəni deyir. Onu demirəm. 3000 metr. Müxtəlif hündürlüyün bu Y variantında oxuyurdum. Onu bildim, onu bildim. Bəli, Onu bəli. başa düşdüm. Siz o üzrüsən bayaq o 3000 metr məsafəni dediniz. Yəni 3000 metr məsafəni dedim. Yəni dözümlülük götürülür. Bəli, dözümlük hərəkət qabiliyyəti. Dözümlük, indi hərəkət, bir dənə onu da deyim. Yəni, bütün hərəkət qabiliyyətlər müəllimlər bir-birindən əlaqəliliyi var. Hansı hərəkət qabiliyyət daha çox deyirik ki, daha çox əlaqəlidir. Yəni, hərəkət qabiliyyətləri adətən açıqlama olaraq belə deyirik də. Yəni, demir ya, ancaq bununla bağlıdır, yox. Daha çox əlaqəlidir deyirik də. Yəni, bu hərəkət qabiliyyətlər daha çox əlaqəlidir. Dözümlülükdə də, məsələn, sürət dözümlülüyü deyəcəyik. Bunda, yəni, baxır, müəyyən bir məsafədə sürətin qorunub saxlanılması. Müəyyən məsafə deyirəm. Yəni, konkret bir məsafə demirəm, amma müəyyən bir məsafə. Deyək ki, 1500 metr məsafəyə qaçacaq və yaxud da 3000 metr məsafəyə qaçacaq idmançı, şagird və s. O məsafədə qaçışın hansısa bir tempdə qorunub saxlanılması bu sürət dözümlülüyü olacaq. Yəni, xüsusi dözümlülük. İndi o hərəkət qabiliyyətləri keçərkən izahını daha dəqiq verəcək. Yəni, hərəkət qabiliyyətlər, 6 hərəkət qabiliyyətinin hər biri bir-birindən bağlıdır. Amma daha çox sıx bağlı olanları biz qeyd edirik ki, məsələn, bugünkü gün dediyimiz kimi çeviklik hərəkət qabiliyyəti sürət güc və bədənin əyilgənlik qabiliyyəti ilə sıx bağlıdır. İnkişaf etdirən metodlar dedik, təkrar, yarış, oyun, dəyişkən və s. metodlar daha əlverişli olar çeviklik hərəkət qabiliyyətini inkişaf etdirmək üçün. Başqa sualınız var mı müəllimlər? Qaranlıq qalan bir nüans var bu çeviklik hərəkət qabiliyyətindən bağlı? Yoxdur. Təşəkkür edirəm mən. Xeyr, müəllim. Qaranlıq qalan heç nə yoxdur, maşallah olsun. Burada bütün təkrar keçir mövzuları. Mən ilk dəfədə hər mövzu ilk dəfədə keçirəm. Yəni, o qədər gözəl izah edirsiniz ki, heç açıb dərs oxumağa ehtiyac qalmır. Yəni, artıq mövzu barəsində yəni, mən ilk dəfədə digər müəllimlər elə düşünürdüm. Tural müəllim, hörmətli müəllim. Valla, çox sağ olun, minnətdarıq sizə. Təşəkkür edirik. Amma mən sizə tövsiyə edirəm, çox xahiş edirəm mövzuları, yəni PDF-ləri də mütləq ki, oxuyun. Yox, 100% o heç. Oradan da yadınızda qalsın, izahlardan da yadınızda qalırsa nə gözəl. Sual yoxsa sağollaşaq müəllimlər.